Bəli, efirdə bir daha hər vaxtınız xeyir olsun, hörmətli dinləyicilər, hər birinizi aparıcınız mən Ceyhun Həsənli Overtime verilişindən yenidən salamlayıram və biraz əvvəl də anons eləmişdim. Bugün Avto FM studiyasının qonağı var və bugünkü qonağımız Azərbaycan idmanının bir neçə istiqamətini eyni anda daşıyan bir insandır. O təkcə döyüş meydanında deyil, həm də idmanın idarə olunması, eləcə də gələcək nəsillərin yetişməsi prosesində də aktiv rol oynayır. Azərbaycan Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının sədri, Azərbaycan İdman Akademiyasının baş müəllimi, taekvondo üzrə gənclərdən ibarət milli komandanın məşqçisi də həmçinin Gənclər və İdman Nazirliyinin idman səfiri və Dragons Taekwondo İdman klubunun direktoru Fəridə Əzizova. Bugün Avto FM studiyasında da xoş gəlmisiniz Avto FM-ə. Salam, xoş gördük. Bütün dinləyiciləri də salamlayıram. Mən sizdən Fəridə xanım çox xahiş edirəm, biraz da mikrofona yaxın oturardınız, yəni dinləyicilərimiz sizi daha rahat, yaxşı eşitsin deyə. Mən istəyirəm ki, bilirəm ki, bunu dəfələrlə Fəridə xanım danışmısınız, amma istərdik ki, Avto FM radiosunda da bu barədə məlumat verərsiniz. Necə oldu ki, ümumiyyətlə idman sahəsinə meyl etdiniz? Təbii ki, bunun da bir tarixi var sizin üçün və heç vaxt unudulmayan bir ola bilər hadisədən dolayı olub bu, bilmirəm, amma mən istərdim ki, bu barədə dinləyicilərimizə məlumat verərdiniz. İlk öncə onu demək istəyərdim ki, kiçik yaşlardan zaten çox hiperaktiv uşaq olmuşam. Amma idmana gəlişim təbii ki, Qusar rayonunda anadan olmuşam. Biraz belə deyək, həkim məsləhəti ilə olub. Çünki səhhətimdə bəzi problemlər var idi və bunun üçün həkimlər idmana yönəltdilər məni ki, əslində 6 aylıq reabilitasiya olaraq mən idmana başlamışdım. Hər hansı bir ayaq belə deyək, aktiv olan idman növü ola bilərdi demişdilər. Mən də biraz qeyd etdiyim kimi hiperaktiv uşaq olduğum üçün döyüş idman növünü seçdim, taekwondo idman növünü seçdim və artıq 6 aydan sonra taekwondonun fəlsəfəsi, taekwondonun nizam-intizamı və o qədər mənə əziz oldu ki, ona görə artıq professionalcasına davam etməyə qərar aldınız. Ümumiyyətlə maraqlıdır ki, uşaqlar yəni belə də hiperaktiv olanda valideynlər həmişə çox zaman belə fikirləşirlər ki, bu bir yerdə dayanmır, mütləq bunu idmana yazdırmaq lazımdır. Burada futbol ola bilər, karate ola bilər, boks ola bilər, fərqi yoxdur da. Ki yəni o bütün o enerjisini idmanla tükətsin. Yəni əksər mənə elə gəlir ki, valideynlər bunu görür. Sizin də artıq bu hiperaktivliyiniz deməli sizi idmana yönləndirməkdə böyük amil olub, əsas başlıca amil olub. Və necə oldu ki, bu qədər uğurlar qazandı Fəridə xanım? Yəni təbii ki, uğura gedən yolda mən bilirəm ki, bir əziyyət var, bir zəhmət var. Bu yəni asan başa gəlmir. Təbii ki, professional idmançı olmaq ümumiyyətcə asan deyil. Yəni bugünkü gün bayaq da qeyd etdiyiniz kimi, yəni artıq həm milli gənclərdən ibarət milli komandanın məşqçisiyəm, eyni zamanda sıfırdan yəni öz klubumu yaratmışam və öz klubumun belə deyək də həm direktor, həm məşqçisiyəm. Orada yəni bəzən valideynlər gəlir və deyirlər ki, bir aydan sonra deyirlər, mənim uşağım dünya çempionu olacaq. Yəni bu çox belə deyək də tezdir. Mən də hər zaman deyirəm ki, çox tezdir bunu demək. Çünki niyə? Bir idmançını elit idmançı eləmək üçün illər lazımdır və təbii ki, burada daha çox uşağın özünə, yəni birbaşa, yəni bilavasitə uşağın özünün istəyi və o iş üçün verdiyi əməyi çox önəmlidir. Çünki illərlə sən bir nəticə vermək üçün illərlə hər gün, hətta olur gündə 2 dəfə sən o məşqə gəlməlisən, o məşqə etməlisən, o qədər sevməlisən ki idmanı. Sən bütün ömrünü idmana həsr eləməyə yəni bacarmalısan. Yəni Fəridə xanım həm də onu demək istəyir ki, yəni doğrudan da ola bilər ki, uşaq kifayət qədər bəli istedadlıdır, amma istedadlı olmağına rəğmən ola bilər ki, zəhmətkeş deyil, belə deyək də. O zəhmət də orada lazımdır ki, o çempion ola bilsin və uğur qazana bilsin. Valideynlər, bütün valideynlər belədir, həmişə tələsirlər ki, uşaqları istənilən yəni sahədə daha böyük uğur qazansınlar. İdmançıları necə seçirsiniz Fəridə xanım? Necə hiss edirsiniz ki, bax bu uşaqdan, bu yeniyetmədən gələcəkdə yəni əsl idmançı çıxa bilər, taekvondoçu çıxa bilər, o bizi təmsil edə bilər və böyük uğurlar qazana bilər və hətta çempion ola bilər. Onu necə hiss edə bilirsiniz?
İlk öncə tekvando idman növü üçün ilk öncə belə deyək də vizual olaraq anatomik göstəriciləridir. Uşağın hündür boy, Bəli. ayaqları uzun olmağı, Yəni fiziki forma, fiziki bəli. forması, bəli. Bir də arıq olmağı çox önəmlidir bizim üçün. Yəni belə deyək də arıq deməzdim, sümüyü ağır olan idmançılar daha çox sonradan belə deyək də çəki salırlar və əziyyət çəkirlər deyə onları daha çox güləş, judo kimi idman növlərinə yönəltsələr valideynlərinə də Daha bunu yaxşı qeyd olar, edirlər, bəli. daha yaxşı olur. Çünki uşağın potensialı orada parlaması daha çoxdur. Amma belə də yəni ilk növbədə vizual olaraq bu görüntü, ikinci olaraq idmançının öz, daha doğrusu tələbənin artıq gələndə uşağın öz belə deyək də məşq zamanı apardığı belə deyək də özünü necə aparması, bu da ondan ibarətdir ki, uşağın balansı, uşağın elastikliyi, dözümlülüyü və s. bunları yavaş-yavaş formalaşdıra başlayırıq və əgər sıfırdan gələn uşaqlara yəni bu amillər aiddir, amma əgər milli komandaya seçməkdən danışırsınızsa, artıq yəni bu idmançılar müəyyən illərdən sonra Azərbaycanda Respublika çempionatı keçirilir və həmin Respublika çempionatında birinci və bir və iki nömrəli idmançıları biz artıq milli komandaya dəvət alırıq, eləyirik və həmin o milli komandada artıq onlar məşqlər eləyirlər və həmin məşqlərdən sonra da bir nömrələr bəzən olur ki, yəni daha doğrusu bir nömrələr hər zaman, bəzən də olur ki, iki nömrələr də özünü daha gözəl, daha yaxşı göstərsə, bir nömrənin yerinə keçərək dünya, Avropa arenalarında Azərbaycanı təmsil edirlər. Yəni belə dedim, mərhələ-mərhələ. Yəni Təbii ki. uğurdan uğura yollar mərhələli şəkildə yəni keçirilir və təbii ki, siz özünüz də artıq bunu hiss eləyirsiniz. Doğrudan da əgər yəni belə deyək, ilk yarışlardan artıq nəticəsi müsbət olan idmançılar növbəti mərhələyə adlayır və mərhələ-mərhələ həm o idmançıda motivasiya yaranır və o istəyir ki, daha böyük uğurlar qazansın. Hər şey belədir. Doğrudan da uğura gedən yolda həm əziyyət olmalıdır, həm də böyük motivasiya olmalıdır. Burada məşqçilərdən də çox şey asılıdır. Müəllimdən də əlbəttə ki, çox şey asılıdır. Ailə nə dərəcədə rol oynayır? Yəni ailə də yəqin ki, mən bilirəm ki, ailələrlə də mütəmadi təbii ki, ünsiyyət olur. Yəni valideynlərin ola bilər barışmadığı nələrsə olsun, ya bilmirəm də. Yəni necə başa gəlir bunlar? Çünki bir çox idmançılar var ki, onlar hətta bəzən deyirlər ki, mənim təbii ki, məşqim öz yerində, valideynlərin də rolu çox böyük oldu ki, mən böyük uğurlar qazandım. Yəni valideynlərin də nəzarəti əslində çox vacib bir amildir. Təbii ki, məşqçilərlə bərabər əslində idmançı ilə və idmançının belə deyək, professional idmançı və yaxud dünya, Avropa çempionu, olimpiya çempionu eləyən eyni zamanda valideynlərdir. Çünki bugünkü gün yəni valideynlərin də zəhmətini danmaq olmaz. Çünki uşaqlar balaca olanda hər gün həmin o zala o valideyn onun əlindən tutub gətirir və bugünkü gündə o valideynlər otururlar zalda 2 saat gözləyirlər övladlarını və ondan sonra da evə aparırlar. Yəni bunlar bunu hər gün mütəmadi olaraq öz belə deyək də həyatlarını buna həsr edirlər uşaqlarla bərabər və bugünkü gün həqiqətən də idmanın bir çox istiqamətində belə belə deyək də özlərini idmana həsr eləməyə və uşaqlarına həsr eləməyə çalışan valideynlər var ki, həqiqətən də onlara buradan təşəkkür etməyə istəyirəm. Çünki onlar olmasa bugünkü gün bu qədər gözəl idmançılarımız, dünya, Avropa çempionlarımız olmazdı. Olmazdı, bəli, sözsüz. Bəlkə də nə qədər uşaqlar var ki, onlar əslində idmançı olmaq istəyirlər, amma valideynlərin hardasa müəyyən təsiri var və müdaxiləsi var deyə onlar o idmana yönələ bilmirlər. Çünki istənilən halda valideynin bir razılığı olmalıdır. Bu baxımdan həqiqətən də biz də deyirik ki, əgər doğrudan da uşağınızda idmana meyl, sevgi varsa, istək varsa, niyə də olmasın? Ən azından yoxlamaq olar bunu. Niyə görə? Çünki bəlli bir vaxtdan sonra o uşaq özü biləcək ki, mən həqiqətən də karateçi və taekvondoçu olmalıyam, yoxsa yox. Amma mütləq o test olmalıdır deyə düşünürəm. Bilirsiniz, əslində idmana yazılmaq tək professional idmançı deyil. Bəli, bax bunu demək istəyirəm. Ümumiyyətcə uşaqlar idmanla məşğul olanda bu, yəni alimlər tərəfindən də yəni sübut olunub ki, bu uşaqların beyin hüceyrələri daha
çox aktiv olurlar. Çünki bunlar məşq zamanı həm məktəbə gedirlər, məktəbdən qayıdandan sonra artıq idmana da gedəndə bunlar çox şaxəli olaraq belə deyək, inkişaf eləyirlər. Həm bugünkü gündə biz bilirik ki, bu gadgetlər uşaqlarımızı nə qədər passivləşdirir. Bütün günü oturaq həyat, bəli, planşet qarşısında əyləşirlər və mən özüm də buna şahid oluram ki, bir çox uşaqlar evdə belə deyək də, kəpənək formasında və yaxud ayaqlarını sıxaraq özünə oturduqlarına görə bugünkü gün arxa baldır, yəni hamstring əzələsi, üçbaşlı əzələ deyirlər, onlar inkişaf etmirlər. Artıq uşaqlar belə deyək, ayaqlarını tam aça bilmirlər. Diz nahiyəsindən, yəni ayaqlar əyri qalır və bu da gələcəkdə onların boylarının daha yüksək olmamasına qədər gətirir çıxardır və eyni zamanda bugünkü gün ən azından özü üçün idmanla məşğul olan uşaqlar gələcəkdə daha sağlam, daha qərar verməyə, bir qərar qarşısında qalanda hər hansı bir qərara verməyə artıq özləri bacaracaqlar və eyni zamanda da bir işi axıra kimi tamamlamağı öyrənəcəklər. Çünki idman bunu öyrədir. Çox gözəl, əslində maraqlı məntiqdir və önəmli bir məntiqdir. Doğrudan da həm zehni, yəni yorğunluq olmalıdır, həm fiziki yorğunluq olmalıdır. Ona görə biz məktəbə gedəndə, indi bilmirəm məktəblərin necədir, biz səhərlər məktəbə gedəndə mütləq idmanla başlayırdıq dərsləri və idman eləyəndən sonra həqiqətən də insanın elə bir sanki beyni də daha yaxşı işləyirdi. Ümumiyyətlə səhərlər adi, həmişə deyir də həkimlər ki, adi sürətli gəzinti ya da biraz qaçırsan və həmin günün daha gözəl keçir. Çünki qan dövr edilməsi çox asanlaşır və beynə rahat, yəni zehnin elə bir sanki daha çox açılır və daha rahat işində də progressiv olursan. Bax, bu baxımdan çox önəmlidir. Mən bilirəm ki, Fərdə xanım və təbii ki, əmək və işgüzarlıq da öz yerindədir. Yeni idmançılar və yarışlar və mən bildiyimə görə bu il 2026-cı ildə də böyük yarışlar gözləyir və ümumiyyətlə necə gedir bu yarışlar və mən maraqlıdır idmançılar barədə, gənclərimiz barədə daha ətraflı məlumat verərdiniz. Buyurun. Bu il sizin də qeyd etdiyiniz kimi bizim çox vacib yarışlarımız var. İlk öncə elə bizim aprel ayının əvvəllərində dünya çempionatımız var və bu dünya çempionatı Dakarda olan gənclərin olimpiyadasına lisenziya veriləcək. Və bu yarış bizim üçün çox önəmlidir və hal-hazırda bütün yəni istiqamət və bütün məşqlərimiz bu yöndədir ki, artıq dünya çempionatına tam hazırlıqlı şəkildə qatılaq və oradan həm lisenziya, həm də medallarla qayıdaq inşallah. İnşallah, uğurlar arzuluram. Ümidvaram ki və ümid edirəm ki, əməyiniz, zəhmətiniz boşuna getməyəcək. Bir daha uğurlar. Mənə bilirsiniz həm də nə maraqlıdır Fərdə xanım. Çox zaman belə köhnə nəsil, yeni nəsil belə müqayisələr aparılır. İstənilən sahədə belədir. Siz maraqlıdır nə deyəcəksiniz? Yeni nəsil daha mı istedadlıdır, daha mı bacarıqlıdır idman sahəsində? Yoxsa necə? Yəni müqayisə aparanda sizin vaxtınızla indiki misal üçün yeniyetmələr arasında hansı fərqlər var? Bəlkə də oxşarlıqlar da var, amma inanmıram ki, fərqlər olmasın. Mən ilk öncə onu demək istəyirəm ki, indiki uşaqların demək olar ki, hər tərəfli olaraq hər bir şeylər yəni gözəl şəkildə var. Hətta yəni zallarından, yeni şəraitin tutmuş bütün şəraitli zalları var. Sadəcə olaraq bəzən bizim idmançılarımızda həqiqətən çatışmayan bir dənə nöqsan var ki, çalışmaq istəmirlər, biraz öz üzərində çalışmaq istəmirlər və professional yanaşa bilmirlər idmana. Yəni professional idmançı deyəndə əslində bu sadəcə məşqlə alınan bir şey deyil. Gərək idmançı gecə, gündüz bu idmanla yatsın, idmanla dursun. Ya həyat tərzi olsun artıq, həyatını əsir eləsin, bəli. Həyatını ona həsr etməlidir. Artıq bütün işlərini, hətta dostlarla görüşü, deyək və yaxud yatma rejimini, yemək, geymək, hər bir şeyini idmanla bağlamalıdır. Çünki əgər sənin bu idmanda gözəl nəticə verib və olimpiya çempionu olmaq bir istəyin və məqsədin varsa, buna yönəltmək lazımdır və biz bugünkü gün gənclərlə artıq işləyəndə illərdir işləyirəm və görürəm ki, bizim idmançılarımız hər bir şeyi istəyirlər. Sadəcə olaraq bəzi idmançılarda ancaq istəkdə qalır, yəni hərəkət etmirlər və mən hər zaman bunu deyirəm ki, bir
gözəl nəticə vermək üçün, Avropa dünya çempionu olmaq üçün sən tək istəməklə deyil, eyni zamanda bunu hərəkətlə də göstərməlisən. Hərəkət də nədir? Bugünkü gün ümumiyyətcə hər bir işdə bu belədir. İdmanda isə özəlliklə yəni ilk növbədə disiplin. Bəli. Hər bir şeydə disiplin çox önəmlidir. Çünki sən vaxtında yatsan, vaxtında dursan, düzgün qidalansan, çəki kontrolunu düzgün saxlasan, məşqləri tam olaraq 100% eləsən, təbii ki, sən gələcəkdə istədiyin rezultatlara nail olacaqsan. Nəticələrə nail olacaqsan. Bəli. Nail olacaqsan, amma bugünkü gün bəzi idmançılar qulaq asırlar, amma dediyim İcra kimi etmirlər. icra etmirlər. Yəni belə də söz və əməl məsələsi var da. Deyirlər amma etmirlər. Yəni əsas elə nəticə də o əməldən bilinir, amma əminəm ki, sizin sayənizdə, digər müəllimlərin sayəsində yaxşı ki varsınız. Uşaqlar yəni bizim gələcəyimizdir və onlar elə idman növündə yəni belə də tək söylənilənə qulaq asmayacaqlar, doğrudan da onlara əməl eləyəcəklər. Çünki köhnə nəsil və indiki nəsil dedik, həqiqətən də əvvəl deyək ki, o qədər də şərait yox idi, amma nə qədər bizim çempionlarımız var. Uğurlu bizim idmançılarımız var ki, o çətin şəraitdə belə demək ki, ambisiyaları, demək ki, çox məqsədyönlü olublar və nəinki belə deyək, sevmək. O sevməklə bərabər bütün həyatlarını veriblər o idmana və nə olur olsun, onlara nə maneə olur olsun, maneə yaratsın, bir dənə amal olub ki, mən çempion olacağam. Bu çox önəmli bir faktordur. Təbii ki, bu çox önəmlidir. Hətta biz gənclərimizə bugünkü gün deyirik ki, bəzən olur da, indi siz cavansınız, siz düşünürsünüz ki, bütün günü zaldayam, çöldəki dostlarla görüşmələr və yaxud gedib hansısa bir toyda iştirak etmək və yaxud kiminsə doğum günündə iştirak etmək, bunları siz itirirsiniz, amma o elə deyil. Bugünkü gün siz idmanda öz adınız üçün çalışın. Gələcəkdə adınız isə sizin üçün çalışacaq. Biz bunu həmişə demişik, çünki siz nə qədər gözəl nəticələr qazansaz, dünya Avropa çempionu olsaz, ondan sonra illər boyu siz dünya Avropa çempionu olaraq xatırlanacaqsınız hər zaman. Bəli. Nə gözəl. Tək ki bizim idmançılarımızın uğurları çox olsun. Biz də Avto FM radiosu olaraq və Overtime verilişi olaraq bu məlumatları dinləyicilərimizə çatdıraq. Bilirsiniz ki, Overtime verilişində də idmançılarımızın uğurları barədə danışırıq, məlumatlar çatdırırıq, lazımlı və önəmli böyük tədbirlər barədə məlumatları veririk. Mən sizə təşəkkürümü bildirirəm Fərdi xanım. Sonda bax buradan dinləyicilərimizə nə demək istəyərdiniz? Bizim gənclərimizə, yeniyetmələrimizə. Deyərdim ki, tək gənclərimizə, tək idmançılarımıza yox, hamıya demək istəyərdim ki, idmanla məşğul olsunlar. İdman sağlamlıqdır həqiqətən də. Bugünkü gün hər birimiz həm oturaqlı şəkildə iş görürük və hər iş günündən sonra 2 saatda, saat yarımda olsa evdə və yaxud gəzməklə hər hansı bir yaxında olan zalda siz idman eləsə, siz daha gümrah, daha sağlam və daha belə deyək, elə sağlam olacaqsınız, bəli, gümrah olacaqsınız. Yəni hərəkət vacibdir. Təbii. Hərəkət etmək lazımdır. Bunu çatdırdı Fəridə Əzizova. Mən təşəkkür edirəm bir daha. Çox sağ olun ki, gəldiniz. Mən sizə işlərinizdə uğurlar arzularam və dediniz ki, dünya çempionatı olacaq, böyük yarış gözləyir. Bu yolda da sizə uğurlar arzu edirəm və ümidvaram ki, o istəkləriniz, məqsədləriniz yerinə yetəcək və aprel ayında inşallah Avto FM-də də Overtime verilişində sizin uğurlarınız barədə və idmançıların uğurları barədə mütləq danışacağıq. Bir daha çox sağ olun ki, gəldiniz. Təşəkkür edirəm. Sağ olun. Hörmətli dinləyicilər, bir daha xatırladıram ki, Azərbaycan Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının sədri, Azərbaycan İdman Akademiyasının baş müəllimi, taekvondo üzrə gənclərdən ibarət milli komandanın məşqçisi, Gənclər və İdman Nazirliyinin idman səfiri və Dragons Taekwondo İdman Klubunun direktoru Fəridə Əzizova bugün Avto FM-də Overtime verilişinin qonağı oldu. Bax belə, mən isə sağollaşıram hər birinizlə və təbii ki, hər birinizə sağlam olmağı arzu edirəm. Özünüzə yaxşı baxın. Biz bir də Overtime verilişində gələn həftənin 1-ci günü günorta saat 3-də eşidiləcək. Bu axşam isə 6-da qaydaları pozma verilişində yenidən eşidiləcək. Sağ olun, salamat qalın.